Ermənistanın baş naziri Nikol Paşinyan hazırda mövqeləri möhkəmlənməkdə olan Rusiya Federasiyası qarşısında reveranslar etməyə başlayıb. Oxu Az xəbər verir ki, bu barədə Hraparak qəzetində dərc edilən məqalədə qeyd olunub. Bildirilib ki, Avro referendum layihəsinin 2 ay müddətinə təxirə salınmasına səbəb də məhz bu məqamla bağlıdır. Lakin Rusiyada Nikol Paşinyanın səmimiyyətinə inanmırlar və Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun İrəvana səfərinin təxirə salınması Paşinyanın hərəkətlərinin səmimiliyini yoxlamaq və Ermənistan iqtidarı ilə gələcək münasibətlərin hansı istiqamətdə qurulacağını müəyyənləşdirmək məqsəd daşıyır. Nəşrdə qeyd edilir. Müəllif vurğulayır ki, ilkin razılaşmaya görə Valentina Matvienko fevralın sonunda Ermənistana səfər etməli idi. Lakin Rusiya Paşinyanın mayın 9-da Moskvada Qırmızı meydanda keçiriləcək parada qatılıb-qatılmayacağını gözləyir. Qəzet yazır. Müəllif yazıda həmçinin əlavə edib ki, Valentina Matvienkonun səfərinə qədər Ermənistan parlamentinin spikeri Alen Simonyan Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 2-ci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş sessiyasında iştirak etmək üçün aprelin 17-si 18-də Rusiyaya yola düşəcək. Rusiya Dövlət Dumasının sədri Vyacheslav Volodinin Ermənistana səfəri ilə bağlı da danışıqların aparıldığı bildirilir. May ayına kimi isə Qafanda Rusiya Baş Konsulluğunun açılışı olacaq, qəzet yazır. Namiq Abbasov, Today Press.